xanımımızın çox qəşəng bir polipi var. Yəni bu ölçüdə olduqda, bu boyda olduqda miyoma ilə bəzən səhv sala bilirik. Yəni görüntü ikisi də bir-birinə oxşayır. Çünki görüntü olaraq çox böyükdür. Yəni uşaqlığın daxilində yerləşməsinə görə böyükdür. Təxmini olaraq 4 sm-yə yaxındır. Bu ölçüdə uşaqlığın daxilində bir patoloji sahə olmamalıdır. Yəni olanda da qadına bu çoxdandan böyük ehtimalla əlamət verməli idi. Prosta bizim qadınlarımız sağ olsunlar, həkimə gəlmirlər. Burada qan dövranında görürük, daxilində qan damarları var. Bu qan damarlarının olması onun daha da böyüyəcəyini göstərir. Yəni axır əvvəl xanım məcbur olub hansısa bir şikayətə görə, qan axmaya ya da ağrıya görə gəlməli olacaq. Bunlar da histeroskopiya ilə götürülür. Uşaqlıq daxilində kamera nəzarəti altında çıxarılır. Bu ölçüdə olmağı amma normal deyil. Yəni bu insan bu ölçüyə çatdırmamalıdır. Endometrium daxilində nə olursa olsun bu ölçüyə gəlməməlidir. Çünki bunlar simptom verirlər, əlamət verirlər. Sadəcə qadın məsuliyyətsizlik eləyib vaxtında üstünə düşmür.